Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? Biz hazırlaşırıq, gedirik Qubaya. Hava soyuqdur. Ona görə bilmirəm nə götürüm özümdən. Qubada da istər-istəməz, yəni Bakıdan daha soyuq olacaq. Sabahları səhər çıxırıq və birisi gün axşam qayıdacağıq. Yəni 2 gün ərzində ən azından 2 paltarım dəyişməyə paltarım olmalıdır. Temudan aldığım dəsti çox bəyənirəm. Elə bunu geyinərəm. Ya da ki, aparıb orada səhərsi gün geyinərəm. Hələ ki bilmirəm, qərar verməmişəm. Üst geyim olaraq götürürəm. Bunu da Temudan almışdım. Qızlar çox gözəldir. Sarçıqa ilə falan lasinlə geyinəndə çox qəşəng qalır. Belə arxası uzun, qabağı qısa bir sviterdir. Və belə pijama götürürəm axşam evdə geyinməyə. Ailəmiz çoxluqdur. Yadınızdadsa Mərdəkana bir yerdə getmişdik Hovuzlu evə. Həmin o ailə ilə gedirik. Yəni yoldaşımın xalası ilə gedirik. Onun uşaqları, mənim qayınlarım falan. İnşallah sabah səhər saat 8-də falan çıxmağı planlaşdırırıq. İndi dedim çantamı yığım sizinlə birlikdə, həm də vlog başladım. Digər şeyləri də birlikdə hazırlayarıq. Bunlar necə bir-biri ilə uyğunluq təşkil eləyir. Gözəldir. İndi qaldı ayaqqabı seçimi. Bunu da geyinə bilərəm. Digər sviterlə elə rəngləri oxşardı. Şəhrayi paltarla isə bunu geyinə bilərəm. Və qızlar, burada isə başlayıram səyahət boyu qablarımın içərisinə gündəlik istifadə etdiyim serumları, nəmləndirici kremi, misellar su kimi istifadə etdiyim məhsulları yerləşdirməyə. Bu qabı Temudan almışdım. Çox da xoşuma gəldi. Əslində Bakıda daha münasibdir qiyməti, amma bilirsiniz ki, mən çox mağazaya falan çıxmadığım üçün elə hər şeyi Temudan alıram. Bilsəydim 2 paçka alardım, 2 dəst alardım, çünki çox yaxşıdır. Bəzən olur çatmır. İstədiyim hər bir tonalnik kimi kremləri, bəzi kremlər var ki, hamısını yerləşdirə bilmirəm. Ona görə də bilsəydim 2 dəst alardım. Burada da üz yuma gelini yerləşdirdim qaba, amma heç orada istifadə eləmədim. Amma bilirəm ki, əgər yerləşdirməsəydim, orada da mənə üz yuma həvəsi gələcəkdi. Özümü də anlayacaqdım ki, gərək götürərdim həmin o üz yuma gelini. Ona görə də eybi yox, istifadə etməsəm də yenə də götürmüş oldum. Burada isə səhər istifadə edəcəyim kosmetikaları çıxardıb qoydum. Gündəlik istifadə etdiklərimdir. Hamısını artıq görmüsünüz. Ona görə ayrı-ayrılıqda göstərmirəm. Sadəcə dolabın üzərinə qoydum ki, səhər istifadə edib kosmetikanın içərisinə yığım, yadımdan çıxan heç nə olmasın və çantama da qoyum. Qızlar, burada isə Temu kargolarım var. Bunu rayona gedib gələndən sonra açacağım. Sadəcə içərisində bir əşya var, onları götürəcəm. Sizlərə də göstərərəm. Bəli, həmin əşya da yoldaşıma aldığım corab idi. Ümumiyyətlə yoldaşıma nə isə alanda çox səbirsizliklə gözləyirəm. Çünki çox çətin bəyənən bir insandır. Ona görə də səbirsizliklə gözləyirəm ki, görəsən bəyənəcək ya yox. Corabı da bəyəndi, yaxşı oldu ayağına. Sabahınız xeyir. Biz artıq oyanmışıq. Hazırlaşırıq. Birazdan çıxacağıq. Burada şirniyyatlardır. Hər ehtimala qarşı buradan ən sevdiklərimizi aldıq. İçərisində əlbəttə ki, Roşenin bu fərqli növləri var. Burada biraz kabablıq ət marinad edib yoldaşım. Hinduşka ətidir. Yuxarıda xiyar pomidor, yəni belə salatlıq şeylərini birazdan onları da çantaya yerləşdirəcəm. Və tez özümə çəki düzən verib, biraz üz gözümü düzəldib, bunları da təzədən yerləşdirəcəm kosmetikanın içərisinə. Burada da götürəcəyim aksesuarlardır. İndi mən makyaj eləməyə başlayayım. Buraları sizə ətraflı göstərmirəm, yəni hər dəfə istifadə etdiklərimdir. Bunu da üzr sayında, yəni sizdən ağırlamışam, amma təzələrini də almışam. Karqomdadır. Rayona gedək gələk, açaram kargodan, içərisində baxarıq görək nələr var. İndi mən tez makyajımı eləyim, hazırlaşaq çıxaq. Və qızlar, əlbəttə çoxluq olduğumuza görə Rent-A-Car Bakudan belə bir maşın kirayə elədik. Bu maşın hardasa 7-8 nəfərlik idi. Çox rahat bir şəkildə də getdik, gəldik, çox şükür. Evdən çıxdıq və getdik yoldaşımın xalası gili götürməyə. Əlbəttə ki, kofesiz də olmazdı. Yolda sağ olsunlar, mənə kofe də aldılar. Səhər evdən götürməyi unutmuşdum. Həm də düşünürdüm ki, elə yoldan alarıq. Sadəcə biraz gec tapdıq kofeni. Maşındakılar da artıq mənim biraz deyinməyimdən bezərək sonda kofeni aldılar. Biz ödənişli yolu ilə gəldik, qızlar çox da rahat idi.
Gözəl mahnılara qulaq asa-asa gəldik çatdıq Qubaya. Səhər tezdən yola çıxdığımıza görə artıq hamı acmışdı. Ona görə də elə ilk qarşımıza çıxan bu Peter restoranında yuxarı hissələrində kotteclər var idi. Elə orada əyləşdik. Aşağıda restoranda da əyləşə bilərsiniz. Çox gözəl məkandır. Hər dəfə gələndə bu məkanda oturub ən azından bir çay içirik. Amma bu dəfə səhər yeməyi sifariş etdik və 6 nəfərlik səhər yeməyi var idi. Çox da doyumlu idi. 8 nəfər olmağımıza baxmayaraq, hətta 9 deyərdim çünki Raul da yedizdirdim yəni. 9 nəfər olmağımıza baxmayaraq çox da doyumlu bir set idi. Daha sonradan pomidor yumurta falan gəldi, kükü gəldi. O hissələri artıq çəkmədim. Yadımdan çıxdı hətta çəkmək. Və yeməyimizi də yeyib üst tutduq qaldığımız evə. Evi də çox təmiz bir şəkildə təhvil alıb çantalarımızı yerləşdirdik və çay hazırladıq özümüzə. Həm də hava biraz buludlu idi deyə həmin günü dedik elə evdə oturaq, həm istirahətimizi eləyək, yol yorğunuyuq, istər-istəməz yolda yorulmuşuq. Biraz çay içib söhbət etdikdən sonra hərə bir tərəfdə uzandı, yatdı. Daha sonra da axşam yeməyi hazırlığına başladıq. O hissələri də çəkmişəm, paylaşacağam, amma burada sizə ilk öncə ev turu eləmək istəyirəm. 3 yataq otağı var. Aşağı mərtəbələrdəki yataq otaqlarında 3 nəfərlik yataqlar var idi. Yuxarıda isə 2 nəfərlik yataq idi. Yuxarı mərtəbəsində sanuzel falan özünə aid çox rahat bir ev idi. Xoşumuza gəldi. Və biraz istirahət etdikdən sonra ortalığı yığışdırmağa başladım. Gəlmişsən burada da iş görürsün deyə yazmayın. Çünki istər-istəməz əgər bir evdə yaşayırıqsa, o işi görməliyik də, yəni qızlar. Biz görməyək, başqa kim görsün. Əlbəttə ki, yəni tək mən deyildim orada iş görən. Hamı hər bir işə əl atırdı. Sadəcə gördüyüm işləri çəkirəm deyə bu sizə çox gələ bilər. Getdilər mağazaya, səhər yeməyi üçün ərzaqlar aldılar. Əslində səhər yeməyini evdə etməyi düşünmürdük. Sadəcə oranın ab-havası elə idi ki, hər bir şəraiti var idi. Dedik elə özümüz hazırlayaq səhər yeməyini və mağazadan da nə qədər produkt bazarlıq eləmişdilər. Buradakı xlebçini də qızlar arzuda atıb səbətə mağazada olanda heç kimə də deməyib ki, yəni bunu alıram. Elə götürüb qoyub səbətə, bilir ki, maması yeyir, maması xoşlayır. Çox kövrəldim. Hətta bunu mən haçan öyrəndim. Evə gəlmişdik, artıq videonu montaj eləyirdim, kəsirdim bəzi hissələri. Onda arzuda qayıtdı ki, bəs mama mən o xlebçini sənin üçün aldım. O qədər mənə xoşuma gəldi ki, yəni qızım artıq mamasını düşünür, mamasının sevdiyi şeyləri bilir və onu da artıq heç demədiyim halda götürüb səbətə atıb. Allah bütün balaları qorusun, olmayanlar da qismət inşallah. Burada bacılarım var, həmişə onlara dua eləyirəm. İnşallah tezliklə onlardan da xoş xəbər eşidək.
Və dedim elə yoldaşım salatı hazırlayırdı. Artıq axşam yeməyi üçün hazırlıq görürdü. Dedim elə fürsət tapmışkən bir dənə kofe dəmləyim içim. Məndən başqa orada kofe içən yox idi. Daha sonra qaynlarım da gördü. Onlar da artıq öyrəşdirmişəm. Bizdə olanda içirlər. Daha sonra onlar da gördü. Onlar üçün də ayrı dəmlədim və əyləşdik. Gözəl bir kofe keyfi etdim. Yeməyimiz də hazır olan kimi süfrəni hazırladım. Hinduşka kebabı idi qızlar, amma o qədər də bəyənmədim. Yəni mənim ağız dadıma uyğun deyil. Mənimkisi elə toyuqdur. Amma əyləşdik süfrəmizə, nuş elədik, çox şükür. Daha sonra biraz həyətə çıxdım. Sizlər üçün biraz çəkiliş etdim həyətdən və axşam da elə hovuz keyfi eləyərək həmin günü yekunlaşdırdı. Düzdür, hovuzu çox sevmədim bu dəfə. Hava soyuq idi və hovuz da həddindən artıq isti idi. Ona görə biraz narahat eləyirdi hovuzun içərisində olanda, həmin o isti. Ona görə də çox istifadə eləmədik hovuzdan, elə tez evə qayıtdıq. Və səhər də yoldaşım çox dadlı yumurta pomidor hazırladı. Əllərinə sağlıq. Həqiqətən bir çox yeməkləri çox dadlı hazırlayır. Bir də ki, keçən dəfə bir yorum gəlmişdi ki, çox yoldaşım deyirsiniz. Qızlar nə deyim? Yəni adını da deyə bilmirəm. Yoldaşım deməliyəm də, başqa nə deməliyəm qızlar. Ona görə də əgər belə bir şeydən narahat olanlar varsa, baxmasınlar, izləməsinlər. Çünki belə də davam eləyəcəm. Yəni bu dəyişdirməyi də düşünmürəm. Yoldaşım da nə isə eləyəndə elə deyirəm ki, yoldaşım eləyib, başqa heç bir sözdən istifadə etmirəm. Buna da bir açıqlıq vermək istədim. Yeməyimizi yedikdən sonra çıxdıq yola. Biraz dedik gəzək, gözəl hava var idi, gün çıxmışdı, amma sonlara doğru artıq yağış başladı. Bakıda da həmin ərəfələrdə yağış yağırdı, səhv etmirəmsə su basmışdı Bakını. Amma burada gün çıxmışdı, çox gözəl mənzərəsi var buraların, həqiqətən insanın gözü könlü açılır. Ona görə də çox səs yazmayacağam. Biraz sakit bir mahnı ilə sizləri bu gözəl mənzərə ilə baş-başa buraxıram. Arda kurtkasız çıkma. Git kurtkalı giyin. Mənzərəyə bax. Bağların başına bax.
Keçən dəfə qar yağan zaman gəlmişdik bu Montanbrizə və düşbərə yemişdik. Dadı hələ də damağımızda qalıb. Sadəcə bu dəfə yemədik ki, tam acmamışdıq. Dedi elə aşağıda gedək qutab yeyək. Burada da koteclər var belə. İçərisində heç falan hər şey var. Çox dadlı da qutab verirlər. Elə yeməyimizi də burada yedik və axşama kimi oturduq burada. Çox gözəl keçdi bu günümüzdə. Ben ayarım değil severken beni üzüme gülerdim gülmemeliydim. Və burada da artıq vlogumu sonlandırıram. Biz çıxdıq yola, sağ-salamat da gəldik, çatdıq Bakıya. Yolda o qədər gözəl mahnılara qulaq asırdıq ki, çox gözəl videolar çəkmişik, amma sizinlə burada paylaşa bilməyəcəm. Vlogumu sonlandırıram qızlar. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.